Salam dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün qarabaşaqdan çox ləzzətli və fərqli üsulda bir yemək hazırladım və bunu sizlərlə paylaşıram. Keçirəm yeməyin hazırlanmasına. Deməli, əvvəlcədən təmizlədiyim 3 stəkan qarabaşağı aş süzənə əlavə edib, yaxşı yuyub bir kənarda gözlədirəm. 200-250 qram albalının da tumlarını təmizləyib, hələlik onu da bir kənarda gözlədirəm. 2 baş soğanı xırda doğrayıram. Mən soğanları doğrayarkən sizlər də kanalıma abunə olmağı, bəyənib yaxınlarınızla paylaşmağı və şərh bölməsində fikirlərinizi mənimlə bölüşməyi unutmayın. İnanın ki, bu mənim üçün çox önəmlidir. Beləliklə mənə dəstək olmuş olursunuz. Soğanları doğradıqdan sonra bir orta boy bibəri də kub şəklində doğrayıram. Yəni siz istəsəz 2 biber də istifadə edə bilərsiniz. Bir orta boy kökü də rəndənin iri gözündən keçirirəm. Bir böyük pomidoru da xırda doğrayıram. Ümumiyyətlə mən yemək hazırlayarkən ərzaqları çalışıram ki, əvvəlcədən doğrayım ki, sonra mənim üçün rahat olsun. Tavaya 2 xörək qaşığı kərə yağı və biraz da zeytun yağı əlavə edirəm. Daha sonra doğradığım soğanları da bura əlavə edib, rəngi dəyişənə qədər qovururam. Soğanlar biraz qovrulub, rəngi dəyişəndən sonra biberləri bura əlavə edirəm və daha sonra biraz qovururam. Mən kənarda biraz çəkilmiş ətdən, qiymədən biraz onu suda bişirib saxlamışdım və daha sonra onu da bunun üzərinə əlavə edib bir yerdə biraz qovururam. Daha sonra üzərinə rəndədən keçirdiyim kökü də əlavə edirəm. Və biraz qovurduqdan sonra üzərinə doğradığım pomidorları da əlavə edirəm. Daha sonra qapağını örtürəm ki, biraz pomidorlar suyunu salsın. Pomidorlar biraz yumşalandan sonra albalları da bura əlavə edirəm. Və üzərinə duz, istiot, paprika əlavə edib, qapağı bağlı şəkildə 2 dəqiqə, 3 dəqiqə bişirirəm. Sonra dondurucuda saxladığım sümük suyunu bura əlavə edirəm. Qeyd edim ki, mən hər zaman yəni sümük zink suyunu saxlayıram. Çox faydalıdır, uşaqlara da xeyirlidir, ondan istifadə edirəm. Əvvəlcədən yuduğum qarabaşağı da bura əlavə edirəm. Daha sonra üzərinə çıxana qədər su əlavə edib, üzərinə də 2 dəfnə yarpağı qoyub, əvvəlcə biraz orta ateşdə suyu biraz çəkilənə qədər bişirirəm. Daha sonra vam ateşdə dəmə qoyuram və tam bişənə qədər bişirirəm. Artıq yeməyimiz bişdi, hazırdır. Ümumiyyətlə qarabaşağı çoxları sevmir, lakin bu üsulla hazırlasanız əminəm ki, bəyənəcəksiniz. Nə qədər ki, albalının sezonudur, siz də hazırlayın. Əgər albalı olmayan vaxtı olarsa, o zaman onu zirinclə də əvəzləyə bilərsiniz. İnanın, çox ləzzətli alınır.
Hətta uşaqlar belə yeyirlər. Siz də hazırlayın, nuş edin. Kanalıma abunə olmağı, bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın. Sağ olun, sağlıqla qalın, göz haqqınızı halal edin.